Müəllim, bir sual verəcəm sizə. Bugünkü bir tədbirlərin birində də biz onu müzakirə elədik. Yəni bütün dünya bugün aşbazlıq sistemində nəyə riayət etmək istəyirlər? Tullantının azalmasına. Bəli, düzdür. Bəli, yəni günü-gündən, yəni hətta müəyyən yerlərdə var ki, kartuşkanın qabığıdır, nə bilim, toyuq ətinin sümüyüdür. Restoran və otellərdə onları ayrı-ayrı paketlərə yığırlar. Nəyə görə onu uşaqlar ayrı-ayrı paketlərə yığırlar? Onu elə bir ixrac verirlər ki, istifadə edən bir şey yeməklərinə, ağaclar üçün kübrəyə, meyvənin qabıqlarından, butulka olsun, ondan sonra mayonez qabı olsun, vedrə olsun, onları da artıq bir ikinci dəfə emalı kimi verirlər. Amma müəyyən bir aşbazla biz bunu müzakirə elədik. Müəyyən bir aşbazın biri dedi ki, bir tanınmış bir aşbazlardan biri dedi ki, buna mən deyir, adi otellərin birində işləyirəm, mən ayrı-ayrı kutuya yığıram, amma zibil maşın gəlib bir götürür. Belə bir şeylərdə bir anlam olur bəzi hallarda. Bilməm, tullantıları necə ayıraq, necə azaldaq, nəyə riayət eləyək? Masanın üstündə bəli, tollantı, qida tollantısı və qeyri-qida tollantısı qablar olmalıdır. Masanın bizə lazım olmayan bir hissəsində mütləq olmalıdır. O dediyiniz kimi emala gedən var, getməyən var. Amma maalesef ki, dediyiniz kimi, yəni biz zəhmət çəkib ayrı-ayrı yığırıq, sonra da gəlirlər onu bir yerdə yığıb aparırlar. Hətta mən buna görə bəzi hallarda ayrı da belə. Başqa bir yerdə işləyirəm, tanınmış yerdə. Nə olsun bizim də orada sifariş şefi, bizim başımızın üstündə də şef var. Mən onu ilə o məsələyə görə tərs gəldim. Yəni mətbəxə girirsən, səhərdən axşamacan ayaq üstə o qədər sifariş var. Yəni 2000-3000 içəridə adam. Sən indi məcbursan ki, nəsə hazırlayırsan, onun qida tollantısı və qeyri-qida tollantısı sən bunu ayırasan. Biz də öyrəşmişik bir dənə qaba. Vaxt məsələsi var, onu ayırmaqdan ötürü tez-tez eləyirik, atdıq hamısını zibil qabına. Yəni bunun üstündə həqiqətən də işləmək lazımdır. İşləmək lazımdır. Hələ ki siz Rasim bəy, onu necə riayət edirsiniz? Mən əslində belə fikirləşirəm ki, tullantılar əslində mətbəxdə daha çox çıxmamalı. Tutaq ki, deyirsən, toyuğun qənəti, sümüyü. Biz ondan bulyon hazırlaya bilərik. Hazırlayıb bankalara vurub saxlaya bilərik. Müəyyən yeməklərdə istifadə edə bilərik. Pomidorun qabığından. Hansı pomidorun qabığından hansı salatlarda istifadə olunur? Dekorlarda istifadə edə bilərik. Bir müəyyən yerdə istifadə edə bilərik. Əslində bunu azalmalıdır. Sonra qaldı ki, opsit məsələdə, yəni restoranlarda, hələ bu tullantılarda mən də çox istəsə edir ki, bugünkü gündə onlara ehtiyac olan bir vaxtında biz onu söyləyək, yəni zibilə atırıq. Başa düşürəm məsələn. Kamil, sənin fikrin necədir? Mənim fikrim barədə, yəni məncə daha səmərəli istifadə eləsinlər, daha yaxşı olar. Məsələn, kökün orta hissəsini məsələ belə yeməklərə qatmadığımıza görə, yəni gec pişdiyinə görə orta hissəsi məsəl üçün səhər kimi yox, dovşanlara suplara qata bilərik. Kabaçkinin orta hissəsi məsəl üçün tumlu hissəsini tavada sulandığına görə suplara səhər istifadə edə bilərik. Mətbəxdən çıxıntı çıxmaqdan ötürü, yəni çıxmamaqdan ötürü birinci istifadə elədiyin inqrediyentlərə, məhsullara hamısını orada formalaşdırmalısan. Formalaşdırandan sonra əgər 100% tullantısızsa onu atılmalıdır. Amma birdən-birə məsələn gəlmirəm ki, Kamil mənim demişəm, kökün tutaq ki, orta tərəfini saxlayırıq, niyə görə saxlayırıq? Pişirir. Müəyyən yeməklərdə pişirilir. Amma sozlarda pişirə bilər. Məsələn, suplarda pişirə bilərsən. Düzdür? Ona görə bunlardan düzgün istifadə edilməlidir. Minnətdaram. Sağ olun, çox sağ olun. Tamam, sağ olun.